Salam dəyərli abituriyentlər və müəllimlər. Bugün dəyişən elektrik cərəyanı başlığından ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahına baxacağıq. Videoya keçməzdən əvvəl videomu bəyənib kanalıma abunə olmağı unutmayın. Gəlin başlayaq. Bir nömrəli sualda bizə deyir ki, 30 kökdə 2 ohm aktiv müqavimətli naqildən keçən cərəyan şiddətinin zamandan asılılıq qrafikinə görə gərginliyin təsir edici qiymətini tapın. Deməli, cərəyan şiddətinin amplitud qiyməti verilib, yazıram. İM bərabərdir. UM bölünsün. X aktiv müqavimət veribsə, UM bölünsün R ilə gedərik. Deməli, buradan UM-i taparam. UM bərabər olar. IM vurulsun R-ə. O da bərabərdir. IM cərəyan şiddətinin amplitud qiyməti 0,3-dür. R isə 30 vur kökdə 2 almışıq. Onda buradan UM-i taparam. Deməli, 9 kökdə 2. Təsir edici qiymət istəyirsə, U təsir edici bərabərdir. UM bölünsün kökdə 2. Buradan da UM-in yerinə 9 kökdə 2 qoyuram. Bölürəm kök 2-yə. Buradan da kök 2-lər gedir. Cavabı alıram 9 volt. Bir də cavab olur 9. 2. Uyğun düsturları yazmaqla verilmiş induktivlikli sarğac qoşulmuş dəyişən cərəyan dövrəsində cərəyan şiddətinin amplitud qiymətinin dəyişən cərəyan rəqs periodundan asılılıq qrafikini çəkin. Deməli, cərəyan şiddətini perioddan istəyir. Sarğac qoşulub, onda induktiv müqavimətdən istifadə edib yazıram. IM bərabərdir. UM bölünsün XL. XL-i omega L ilə açıram. Olur UM bölünsün omega L. Omeganı da 2 pi böl T ilə açıram. Onda alınır UM vurulsun T bölünsün 2 PL. Buradan baxıram ki, cərəyan şiddəti periodla düz asılıdır. Onda bu düstura görə çəkirəm. IM-in perioddan asılılığı düz xətt. Baxın, bu formadır. Cavabımız belə olur. 3. Uyğun düsturları yazmaqla verilmiş tutumlu kondensator qoşulmuş dəyişən cərəyan dövrəsində cərəyan şiddətinin amplitud qiymətinin rəqs periodundan asılılıq qrafiki. Bu dəfə kondensator qoşulub tutum müqavimətindən istifadə edəcəm. IM bərabərdir. UM bölünsün XC. XC-ni də 1 böl omega C ilə açsam, olar UM omega C. Omeganı da 2 pi böl T ilə açacam. Onda IM bərabər olacaq. UM vurulsun 2 pi C bölünsün T. Burada görürəm ki, cərəyan şiddəti bu düstura əsasən periodla tərs asılıdır. Onda IM-in T-dən asılılığı, baxın, belə tərs asılı olar. Gələk 4 nömrəli suala. Uyğun düsturları yazmaqla verilmiş induktivliki sarğac olan dəyişən cərəyan dövrəsində cərəyan şiddətinin amplitud qiymətinin rəqslərin tezliyindən asılılıq qrafikini çəkin. İnduktivlikli sarğac deyir. İnduktiv müqavimətdən istifadə edəcəm. Yazıram. IM bərabərdir. UM bölünsün XL. Bunu da omega L ilə açanda olur UM omega L. Omeganı da 2 pi nü ilə açıram. Alıram UM bölünsün 2 pi nü L. Burada da görürəm ki, cərəyan şiddəti tezliklə tərs asılıdır. Bizdən də bunu istəyir. Onda IM-in nüdən asılılığı olur tərs asılılıq. Gələk 5 nömrəli suala. Ampermetrin göstərişi 12 amper. Müqavimətlər bu şəkildədir. Dövrənin uc nöqtələrində gərginliyin amplitud qiyməti. Birinci növbədə ampermetrin göstərişi təsir edici qiyməti göstərir. Yəni, cihazların göstərişi həmsə təsir edicini göstərir. Yəni, təsir edicini mənə 12 verib. Ümumi müqaviməti taparam. R1 ilə R2 ardıcıl birləşmə. Ardıcıl birləşmədə ümumi müqaviməti tapanda R1 ilə R2-ni sadəcə toplayırıq. Deməli, 2 ilə 3-ü toplayaram, edər 5 ohm. Onda U təsir edicini taparam. I təsir edici vurulsun R-ə görə. 12-ni 5-ə vuraram. Bunu taparam 60 volt. Sonra məndən gərginliyin amplitudunu istəyirsə, UM bərabər olar U təsir edici vur kök 2-yə. U təsir edici 60-dır. Kökdə 2-nin yerinə də 1,4 qoyuram. 60-ı da 1,4-ə vuranda 84 edir. Cavab olur 84 volt. Keçək 6 nömrəli suala. Dövrənin ucu nöqtələrində gərginlik bu qanunun üzrə dəyişir. Ampermetrin göstərişi. Baxın, gərginlik dəyişir, bu UM-dir. UM bizə 140 veribdir. Müqavimətlərin paralel birləşib. Paralel birləşmədə tapıram R1, R2 bölünsün R1 plus R2 ilə ümumi müqaviməti. Deməli, R1, R2-im 100-ü 25-ə vursam edər 2500. Bölünsün R1 plus R2-im də 125 edir. Bunu da elə 25-ə ixtisar aparsam, sürətdə 100 düşər, məxrəcdə 5 düşər. 100-ü də 5-ə bölüb, alaram bunu 20. Ümumi müqaviməti 20 alandan sonra IM-i taparam.
İM bərabərdir UM bölünsün R-ə. UM deməli 140-dır, R-i də 20 tapdım. Bu mənə verir 7. Məndən də ampermetrin göstərişini istəyirsə, ampermetrin göstərişi təsir edici qiymətdir. Yəni təsir edicini tapmalıyam. O da IM bölünsün kökdə 2 deməkdir. IM 7-dir. Kökdə 2-ni də yerinə 1,4 qoyuram. 70-i 14-ə bölürəm. 70-i 14-ə böləndə 5 düşür. Yəni cavab olur 5 amper. 7 nömrəli sual. Aktiv müqaməti 20 ohm olan konturda cərəyan şiddəti qanunu üzrə dəyişir. Konturda 2 saniyə müddətində ayrılan istilik miqdarını hesablayın. Deməli, aktiv müqamət verilib, cərəyan şiddətinin amplitud qiyməti verilibsə, onda istilik miqdarını bu düsturdan tapıram. Q bərabərdir IM kvadratı RT bölünsün 2. Buradan da yerinə qoyaq. Deməli, IM 10'dur, kvadratı 100 vurulsun. Müqamət 20'dir. Zamanı 2 verib bölürəm 2'yə. Bunlar da gedəndə, deməli, bizə verəcək 2000 jol. 7-də cavab olur 2000 jol və yaxud da 2 kilojol. 6 nömrəli sual. Aktiv müqaməti 200 ohm olan naqildə cərəyan şiddəti I bərabərdir 4 cosinus 5 pt qanunu ilə dəyişir. Rəqsin perioduna bərabər müddətdə naqildə ayrılan istilik miqdarını hesablayın. Deməli, rəqsin perioduna bərabər zaman müddəti T bərabər böyük T-dir. Mən bunu tapacağım düsturdan. IM bərabərdir UM bölünsün R yazacağım. Buradan da omeganı da taparıq buradan. Yox, heç bu düstura ehtiyac yoxdur. Omegadan periodu tapaq. Omega bərabərdir 2pi bölünsün T-dir. Bunu bərabər edirəm omega 5P-yə, 5P-yə. Buradan pilər gedir. T-ni tapanda bu edir 0,4. Sonra da yazıram ki, Q bərabərdir I kvadratı, IM kvadratı RT bölünsün 2. O da bərabərdir. IM kvadratı 4'ün kvadratı 16, R 200 vurulsun. Periyoda bərabər zaman müddəti deyir. Yəni zamanlar bərabərdir. Kiçik T'nin yerinə 0,4 qoyaram, bölərəm 2'yə. Bu da edər 100. 100'ü də 0,4'ə vuranda 40 edir. 40'ı da 160'a vuranda 640 edir. Yəni cavab olur 640 jol. 9 nömrəli sual. Uyğun düsturları yazmaqla dəyişən cərəyanın verilmiş tezliyində tutum müqavimətinin müstəvi hava kondensatorunun lövhələr arasındakı məsafədən asılılıq qrafiki hansıdır? Tutum müqavimətinin lövhələr arasındakı məsafədən XC bərabərdir. Düstur 1/omega-s'dir. Buradan da S-ni açacağım. Epsilon 0 S bölünsün D ilə. D sürətə qalxır. Omega vurulsun. Epsilon 0 S olur. Burada da ki XC görürəm ki D ilə düz mütənasib asılıdır. Onda qrafikində baxın bu formada çəkə bilərəm. 10 nömrəli sual. Lövhələr arasına dielektrik nüfuzlu epsilon olan dielektrik qoyulmuş kondensator dəyişən cərəyan mənbəyinə qoşduqda ampermetrin göstərişi I olur. Lövhələr arasında dielektriki götürsək, ampermetrin göstərişi nəyə bərabər olar? Baxın. Kondensatordursa, yazıram IM bərabərdir UM bölünsün XC. XC-ni də omega S ilə atıram 1/omega S ilə olur UM omega S. S-ni də epsilon S sıfırdan açaram. IM bərabərdir UM vurulsun və yaxud belə açaram. Epsilon 0 S bölünsün D. İndi burada görürəm ki, cərəyan şiddəti dielektrik nüfuzu ilə düz asılıdır epsilonla. Onda əgər dielektriki çıxardıramsa, dielektrik də epsilon qədərdir. Çıxardıramsa epsilon qədər azaldıram. Cərəyan şiddəti I-dir. Epsilon qədər azalsa nə olar? I bölünsün epsilona bərabər olar. Yəni cavab olur bu şəkildə. Gələk 11 nömrəli suala. K açarını qapadıqda dəyişən cərəyan dövrəsinə qoşulmuş ampermetrin göstərişi necə dəyişər? Əvvəlcə K açarı açıqdır. K açarı açıq olan hissədə bax buradan cərəyan keçmir. Yalnız buradan keçir. Birinci halda onda tutum olur sadəcə S. K açarını bağlayanda isə bu ikisi bir-birinə paralel birləşir. Onda isə ümumi tutum olur ikisi paralel birləşmədə toplanır. İndi tapmalıyam ki, cərəyan şiddəti tutumla necə asılıdır. Yazıram IM bərabərdir UM bölünsün XC. XC-ni də 1/omega S ilə açanda alıram UM omega S. Görürəm ki, cərəyan şiddəti tutumla düz asılıdır. Açarı bir vəziyyətindən 2 vəziyyətinə gətirəndə, yəni açarı bağlayanda tutum 2 dəfə artır. Tutum 2 dəfə artırsa, cərəyan şiddəti düz asılı olduğu üçün cərəyan şiddəti də 2 dəfə artar. Yəni cavab olur cərəyan şiddəti 2 dəfə artar. 12 nömrəli sual. Burada deyim ki, cərəyan şiddəti 2 dəfə artdığı üçün elə ampermetrdə cərəyan şiddətini ölçdüyü üçün ampermetrin göstərişi də 2 dəfə artır.
İndi keçək 12 nömrəli sualı. K-çarın açdıqda dəyişən cəryan dövrəsinə qoşulmuş ampermetrin göstərişi. Birinci K-çarı bağlıdır. Onda kondensatorların paralel birləşib ümumi tutum 2S-dir. İkinci halda açıram. Açanda buradan cəryan keçmir. Yalnız bu olur. Onda orada da S2 bərabərdir sadəcə S. Bu zaman cəryan şiddətinin düsturunu yazıram. IM bərabərdir. UM bölünsün XS. XS-ni də 1 bölü omega S ilə açanda olur UM omega S. Görürəm ki, cəryan şiddəti tutumdan düz asıdır. Tutumdan düz asıdırsa, açarı açanda tutum 2 dəfə azalır. Tutum 2 dəfə azalırsa, cəryan şiddətdə düz asılı olduğu üçün cəryan şiddəti 2 dəfə azalar. Ampermetrdə cəryan şiddətini ölçdüyü üçün cəryan şiddəti 2 dəfə azalırsa, ampermetrin göstərişi də 2 dəfə azalar. Cavab olur 2 dəfə azalar. 13. Müqavimətləri R1 bərabərdir 50, R2 bərabərdir 150, R3 bərabərdir 200 ohm olan rezistorlar şəkildəki kimi dəyişən cəryan mənbəyinə qoşulmuşdur. 5 saniyə müddətində dövrədə ayrılan istilik miqdarını hesablayın. Birinci növbədə dövrənin ümumi müqavimətini tapmalıyam. Baxın, bu ikisi ardıcıl birləşib R1 ilə R2. Ardıcıl birləşmədə müqavimətlərini toplasam 50 ilə 150-ni 200 edər. 200 ilə də R3 paralel birləşib. Onda ümumi tutumu tapanda bu ikisini də paralel taparam. R ümumi bərabərdir R1 R2 belə yazaq. R1 R2 bölünsün R1 plus R2-dir. Yuxarının deməli ümumi etdi 200. 200-ü vururam 200-ə. Eyni alınmış müqavimətlər. Bölürəm 400-ə. Buradan da ixtisarlarımızı aparsaq, 400-də 4-ə bölsəm 100. Yəni uşaqlar, burada R1 R2 yazdım. R1 dediyim, yəni bunu nəzərdə tutdum 200-ü. R2 də bunu nəzərdə tutdum. İndi işarələmədə burada səhv oldu. R1 R3 yazmalıydım. Bunu tapdıqdan sonra istilik miqdarını istəyir. Onda yazıram Q bərabərdir. UM kvadratı T bölünsün 2R. İndi gətirək hamısını yerinə qoyaq. Deməli, UM-i bizə 200 verib, kvadratı edir 400, arxasında da 2 dənə 0, yəni 40.000 vurulsun. T zamanı bizə 5 verib. 2 yerimi də 200 alıram. Bunun 2 sıfırla bu gedər. 400'ü 5'e vuranda 2000 edər. Onu da 2'ye böləndə 1000 düşər. 1000 joule və yaxud da 1 kilojoule deyə bilərik. 14. Tutumları S1 və S2 40 mikrofarad, S3 isə 30 mikrofarad olan kondensatorlar sxemdə təsvir olunduğu kimi dəyişən cəryan mənbəyinə qoşulmuşdur. Dövrənin tutum müqavimətini hesablayın. Deməli, bunun üçün də mən birinci növbədə ümumi tutumu tapmalıyam. Baxın, bu ikisi ardıcıl birləşibdir. Ardıcıl birləşmədə əgər tutumlar eynidirsə, ümumi tutumu tapanda S ümumi bərabərdir S bölünsün N. Yəni birinin tutumu sayına bölürəm. Götürürəm 40'ı, 2'ye bölürəm 2 dənə də ardıcıl birləşən. Onda burada yuxarının ümumi tutumunu tapıram 20. Paralel birləşmədə də nə edirəm? Toplanır. 20 ilə toplayacağım aşağıdakının tutumunu, o da 30'dur. Ümumi tutumu tapıram 50. Sonra da məndən tutum müqavimətini istəyirsə XS bərabərdir 1 bölünsün omega S'dir. Yerinə qoyuram 1 bölünsün. Omega 40'dır tənlikdən. S də 50'dir. 50 mikrofarad, yəni 50 vur 10 üstü -6. Buradan da onda 10 üstü -6 sürətə qalxar 10 üstü 6 olar. Məxrəcdə də 2000 alıram. 2000'ni də çevirəcəm. Yazacam edir 2000. Bunun 3 sıfırla bu getsə 10 üstü 3 bölünsün 2 qalır. Yəni 1000'i də 2'ye bölsəm cavab düşər 500. Aha, bu şəkildə həll edirik. 15 nömrəli sual. Tutumları bu şəkildə olan kondensatorlar sxemdə təsvir olunduğu kimi dəyişən cəryan mənbəyinə qoşulmuşdur. Dövrənin tutum müqavimətini hesablayın. Baxın, S2 ilə S3 paralel birləşib. Paralel birləşmədə tutumlar toplanır. 2 ilə 3'ün tutumu 20 ilə 10'dur. Toplayıram, bura 30 edir. 30 ilə da S1 ardıcıl birləşib. Onda ümumi tutumu tapanda S1'in tutumu 60'dır. Vururam 30'a. Bölürəm 60 ilə 30'u toplayıram 90'a. Bu da mənə nə qədər verir? 3'ə ixtisar aparsam 3, 1, 60'ı da 3'ə bölsəm 20. Məndən də indi burada tutum müqavimətini istəyirsə XS bərabərdir 1 bölünsün omega S. Burada yerinə qoyanda 1 bölünsün omega 500'dür. S də 20 mikrofaraddır. 10 üstü mənfi belə yazaq. 20 vursun 10 üstü -6. Bu da sürətə qalxacaq olacaq 10 üstü müsbət 6 bölünsün. 5'i 2'ye vuranda 10 edir. Arxasında da 3 dənə 0. Bu 4 sıfırla bu getsə onun kvadratı qalır. O da mənə verir 100. Yəni cavab olur 100 ohm. Gələk indi növbəti suala.
16 nömrəli sual. Gərginliyin təsir edici qiyməti 30 volt olan dəyişən cəryan mənbəyinə aktiv müqaviməti 8 ohm olan rezistor, induktiv müqaviməti 15 ohm olan sarğac və tutum müqaviməti 9 ohm olan kondensator ardıcı qoşulmuşdur. Dövrədəki cəryan şiddətinin təsir edici qiymətini hesablayın. Bunun üçün birinci dövrənin tam müqavimətini taparam. Bunlar ardıcı birləşibsə tam müqavimət R kvadratı üstə gəlinsin. XL çıxılsın, XL-nin xaricdən kvadratından tapılır. Birinci bunu hesablayaq, bərabərdir. Deməli, aktiv müqavimət 8-dir, kvadratı 64 edir. Üstə gəlinsin. XL-im 15-dir. Çıxıram, XL 9-dur, bunun kvadratına. O da bərabərdir. Kökün altında 64 üstə gəlinsin. 15-dən 9 çıxanda 6 edir, kvadratı 36. Bu da kökdə 100 edir. 100-dən də mən tam müqaviməti 10 alaram. Bundan sonra gərginliyin təsir edici qiymətində veribsə, yazıram I təsir edici bərabərdir, U təsir edici bölünsün Z. O da bərabərdir, U təsir edici 30-dur, Z tam müqavimətdə 10 tapdım. Bu da mənə verir 3 ampere. Deməli, cəryan şiddətinin təsir edici qiyməti 3 amperə bərabər olur. Keçək 17 nömrəli suala. Uyğun düsturları yazmaqla müstəvi hava kondensatoru qoşulmuş dəyişən cəryan dövrəsində cəryan şiddətinin amplitud qiymətinin kondensatorun lövhələri arasındakı məsafədən asılılıq qrafikini çəkin. Onda mən bu düsturla gedirəm. IM bərabərdir, UM bölünsün XC, kondensatordan söhbət gedir. XC-ni açıram 1 bölü omega C ilə, olur UM omega C. Burada da bizdən nə istəyir? Lövhələr arası məsafə deyirsə C-ni açıram. Olur UM omega, C-ni açıram epsilon, epsilon 0 S bölünsün D ilə. Buradan da görürəm ki, onda cəryan şiddətinin amplitud qiyməti lövhələr arasındakı məsafədən, yəni D-dən tərs mütənasib asılıdır. Bu şəkildə. 18. Uyğun düsturları yazmaqla sarğac qoşulmuş dəyişən cəryan dövrəsində cəryan şiddətinin amplitud qiymətinin sarğacın daxilindəki ferromaqnetiçinin maqnit nüfuzundan asılılıq qrafiki. Deməli, onda burada bu dəfə induktiv müqavimətdən istifadə edirəm sarğac olduğu üçün. IM bərabərdir, UM bölünsün XL. Bunda açanda olur UM bölünsün omega L. İndi bura necə gətirəcəm? Mü bərabərdir, L bölünsün L sıfırdır. Buradan da L'in yerinə mü L sıfır qoyaram. Onlar UM bölünsün, omega vurulsun, mü vurulsun L sıfır. Burada da görürəm ki, cəryan şiddətinin amplitud qiyməti maqnit nüfuzluğundan tərs asılıdır. Onda olur, baxın bu şəkildə. Gələk 19 nömrəli suala. Dəyişən cəryan dövrəsinə qoşulmuş aktiv R müqavimətinə malik rezistordan keçən cəryan şiddətinin zamandan asılılıq qrafiki verilmişdir. Uyğun düsturları yazmaqla bu rezistorda ayrılan gücün ani qiymətin zamandan asılılıq grafikini çəkin. Baxın uşaqlar, burada R müqavimətli deyir. Cəryan şiddəti veribsə yazıram P bərabərdir I kvadratı R. Buradan da I nə ilə dəyişir? Kosinüsdən dəyişir da. Yazıram yerinə. İ'nin tənliyi belə olur. I bərabərdir IM kosinüs omega T. Bunu da gətirib burada qoyanda P bərabər olur. IM kvadratı kosinüs kvadratı omega T vurulsun R. Yəni görürəm ki, burada kosinüsdən dəyişir güc. Sadəcə olaraq kvadratı var. Kvadratın olmağı o deməkdir ki, gücün zamandan asıllığını çəkəndə artıq mənfiyə keçməyəcəkdir. Kosinüsdən dəyişir, amma mənfi də olmur. Baxın bu şəkildə. Cavab olur belə.